Çox hörmətli şair qardaşım Firidun Behzad özünün ictimai fəlsəfi bir şeirin bizim üçün oxuyacaq. Buyur qardaşım, buyur. Sağ olun. Deyirəm ki, söz anlayıb dərk etməyən insanın qabırğasını qalın gördüm həmişə. Pula görə münasibət quranın ayağını yalın gördüm həmişə. Nəzər edib sözlərinə gizlərin, çürük gördüm bu gizlərin içlərin. Kürsülərdən vətən deyən bizlərin boş-boşuna valın gördüm həmişə. Arxalandım yaradanın sözünə, düzü dedim nanəzibin üzünə. Dönüb getdi, baxanmadım gözünə. Önün qoyub dalın gördüm həmişə. Sonu pisdir sinəsinə döyənin. Sözüm düzsə şeirimi bəyanın. Halal ruzi, halal çiçəyi yənin. Süfrəsində balın gördüm həmişə. Periodini tutmaz sözü keylərin. Oxuyuram dostlarımın rəylərin. Zalimlara tərif deyən səylərin qabağında yalın gördüm həmişə. Qabağında yalın gördüm. Təşəkkürlər əziz qardaşım, çox sağ ol.